Salam uşaqlar, bu gün elektrik tutumundan danışırıq. Elektrik tutumuna başlamazdan öncə biz kondensatorun nə olduğunu bilməliyik. Görək kondensatorumuz nədir? Gəlin ilk öncə kondensatorun vizual görüntüsü ilə tanış olaq. Görək kondensatorun görüntüsü necədir? Bax, bu şəkillərdə gördüyünüz hər bir qurğu kondensatordur. Kondensatorların üzərində gördüyünüz kimi hər birinin, məsələn, bu kondensatorun 2 dənə çıxışı var. Hər bir lövhəsi bir çıxışa bağlanır. Məsələn, burada gördüyümüz kondensatordur. Kondensatorun naqilləridir. Ortada isə müəyyən bir dielektrikimiz var. Müxtəlif tiplərini görə bilərik. Məsələn, müstəvi hava kondensatorumuz bax budur. Burada 2 dənə elektron, yəni 2 dənə naqil gəlir. Və o naqillərə elektrodlar deyirik də, 2 dənə elektrodumuz, naqilimiz, ortada isə dielektrikimiz var. Dielektriklərimiz elektrik cərəyanı keçirtməyin istənilən bir maddə ola bilər. Məsələn, hava ola bilər, şüşə ola bilər. Bunların hər biri dielektrik rolunu oynaya bilər. Bu vəziyyətdə biz ixtiyari formada olan bir kondensatoru görə bilərik. Kondensatorlarımız müxtəlif cür olur. Sabit tutumlu olur, dəyişən tutumlu olur. İndi çalışacağım burada sizə bir dəyişən tutumlu kondensator da göstərim. Bütün məktəb laboratoriyalarında dəyişən tutumlu kondensator və sabit tutumlu kondensator olur. Bax, buradakı bu şəkildə sabit tutumlu kondensatora misaldır. 2 dənə metal lövhə var. Ortada isə boşluq var. Hava dediyim kimi ya hava ola bilər, ya başqa bir dielektrik ola bilər. Bunlar bizim üçün kondensatoru xarakterizə eləyəcək. Baxın, bu isə dəyişən tutumlu kondensatordur, məktəb laboratoriyalarında olan. Bunun içərisində olan deməli lövhələr, bu görünən hissə olan hissələr rahatlıqla dönə bilirlər və döndükdə onların bir-birinin üstünü örtən sahələr dəyişir. Buna əsasən kondensatorun tutumu dəyişir. Deməli, kondensatorumuz sabit tutumlu və dəyişən tutumlu olmaqla 2 hissəyə bölünəcək. Ümumiyyətlə, kondensatorumuz gördüyümüz o şəkillərdən gördük. Silindr formada ola bilər, müstəvi formada ola bilər. Deməli, biz müstəvi hava kondensatorun sxematik görünüşünü bu qaydada çəkəsiyik. Lövhələrin sahələrini göstərdik ki, lövhələrin sahələri nədən ibarətdir? Birinə S demişik. Təbii ki, digər lövhənin də sahəsi S olacaq. İndi gəlin başlayaq görək bu bizim kondensatorumuz nə işə yarayır, nədən ötürü istifadə olunur. Bax, bizim kondensatorumuz elektrik yüklərini toplamaq, buraya yazıram, kondensator. Görək bunun iş prinsipi nədir? Yəni, nə işə yarayır bu? Bax, yükləri toplamaq və ani olaraq ötürmək qabiliyyətinə malik olan qurğulardır. Bəs yaxşı, bu kondensatorumuz yükləri harda toplayır? Kondensatorumuz yükləri bu lövhələrdə toplayır. Tutaq ki, burada müsbət yüklər toplanıb, müsbət Q yükü, digər tərəfdə isə mənfi yüklər toplanıb, buna da mənfi Q yükü deyək. Məsələn, tutaq ki, burada toplanıb müsbət 10 mikrokulon, digər tərəfdə nə qədər toplanacaq? Avtomatik bu tərəfdə mənfi 10 mikrokulon olacaq. Bunun bu cür olmağının səbəbi elektrostatik induksiyadır. Yəni, lövhələr toxunma olmadan induksiya. Lövhələrdən birində hansı yük varsa, digərində həmən yükün əksi toplanmalıdır avtomatik. İndi isə baxaq görək bu kondensatorlarda, əvvəlcə dedik ki, kondensatorlarımız 2 yerə bölünür. Birinci sabit tutumlu kondensatordur. Sabit tutumlu kondensator. Sabit tutumlu kondensatorun şərti işarəsi sxemlərdə belə olacaq. Belə, bu formada. Vizual görüntüsündə bayaq göstərdik. Bu bizim şərti işarəmizdir. Şərti işarə. Görək, bəs ikinci dəyişən tutumlu kondensatorun şərti işarəsi necə olacaq? Dəyişən tutumlu kondensator. Dəyişən tutumlu kondensatorda dediyim kimi lövhələrin bir-birini örtən hissəsinin sahəsi dəyişir. Bayaq görüntüsünü göstərməyə çalışdıq dəyişən tutumlu kondensatorun. Burada deməli dəyişən tutumlu kondensatoru sabitdən görüntü olaraq fərqləndirən bir dənə üzərində belə oxun olmağıdır. Bu da dəyişən tutumlu kondensatorun şərti işarəsidir. Bunlar belə. Yaxşı.
İndi gəlin baxaq görək. Kondensatorun lövhələrini göstərdik və ortada da dedik ki, dielektrik var. Bura bir dənə bu sözdə yazaq. Yəni bu orta hissəyə biz dielektrik qoyuruq. Dielektrik. Dielektrik dedikdə istənilən bir dielektrik ola bilər. Yəni məsələn hava ola bilər, sonra şüşə ola bilər. Bax bu orta dielektriklə doludur. Bu formada bu orta dielektriklə doludur. Belə. Yəni elektrik yükü bir tərəfdən digər tərəfə keçid etmir. Kondensatorun yükü dedikdə nə başa düşülür? Bax bu çox önəmli bir sözdür. Burada görürük ki, biri müsbət 10 mikrokulondur, digəri mənfi 10 mikrokulondur. Bəs yaxşı, biz kondensatorun yükü dedikdə nəyi götürəsirik? Baxın, bir lövhədəki yükün modulu. Yəni kondensatorun yükü dedikdə hər hansı bir lövhəni götürə bilərsən. Məsələn, bunu və yaxud da bunu. Bu iki yükdən birinin modulu səndən ötürü kondensatorun yükü olacaq. Məsələn, verilən şəkil üçün mənfi 10 mikrokulon, yəni kondensatorun yükü 10 mikrokulon olmuş olacaq. Vəssalam. Bax, bu formatda biz kondensatorun yükünü təyin edəcəyik. Ən çox olunan səhvlər, məsələn, deyirlər ki, müsbət 10-la mənfi 10-u cəmlədim, 0 götürdüm və yaxud da mənfi 10-un özünü götürdüm, yox. Və yaxud da bunların hər ikisinin müsbət versiyasını cəmləyib 20 götürdüm, olmaz. Hər hansısa birinin modulunu götürürsən, vəssalam. Bu olur sənin üçün kondensatorun yükü. Və bir şey də deyim, ola bilməz ki, kondensatorun lövhələrində fərqli yüklər olsun. Mütləq ədədi qiymətcə eyni, işarəcə fərqli olan elektrik yükləri olmalıdır. Yaxşı. İndi gəlin baxaq görək. Bu kondensatorun belə deyək də elektrik yüklərini topladı. İndi bu kondensatorun elektrik yüklərini toplama xarakteristikası nədir? Bax, kondensatorun elektrik yükünü toplayıb özündə saxlama xarakteristikası elektrik tutumudur. Başlayırıq indi tutumla. Baxın, yazırıq bura. Tutum. Dediyim kimi, tutum nə oldu? Kondensatorun elektrik yüklərini özündə saxlama qabiliyyəti bizim üçün tutum oldu. İndi yavaş-yavaş araşdırırıq ki, bizim tutumumuz hansı hərflə işarə olunur, nədən asılıdır, nədən asılı deyil. Başlayaq. Deməli, ilk öncə bu şəkli aşağı gətirək. İndi bizə lazım olacaq bu kondensatorun tutumu. Deməli, biraz aşağı gətirək, burada dursun. Belə. Tutumu işarə eləyirik S hərfi ilə. İşarəsi. Böyük C yazırıq. Oxunuşu S şəklində oxunacaq. Buraya yazıram oxunuşunda. S hərfi ilə işarə eləyirik. Sonra S-ni tapmaq üçün və skalyar bir kəmiyyətdir. Buraya yazım. Skalyar kəmiyyətdir. Yəni burada vektor söhbəti yoxdur. Tutumu təyin eləmək üçün düstur deyirik. Düstur. Deyirik S bərabərdir. Q bölünsün U. Yəni tutum bərabərdir. Yük bölünsün gərginlik. Yaxşı. Baxaq görək bu yük nədir? Yük dedikdə bayaq dedik ki, kondensatorun lövhələrində, bax bu lövhələrdə toplanan yükün modulu, yəni birinin moduludur. U nədir? U isə gərginlikdir. Deməli, buradakı Q'müz elektrik yükü və U isə, bax bura diqqətli oluruq, lövhələr arasındakı gərginlikdir. Vəssalam. Gərginlik. Belə. İndi isə baxaq görək bizim elektrik tutumumuz bunların hansından asılıdır. Baxın, elektrik tutumu nə elektrik yükündən, nə də lövhələr arasındakı gərginlikdən asılı olmayacaq. Bura biraz diqqətli olaq. Bəs yaxşı, nədən asılı olacaq? İndi yavaş-yavaş onu araşdırasıyıq. Deməli, S-nin nə Q-dən, S-nin nə də U-dan heç bir asılılığı yoxdur. Bu belə. Bu qrafiklərə çox-çox diqqətli oluruq. Gəlin biz elektrik tutumunun vahidini yazaq. Ondan sonra yavaş-yavaş digər asılı olan kəmiyyətlərin olan düsturunu yazarıq.
Deməli, yazıram bura vahidi. Tutumun vahidini tapmaq üçün düstura uyğun olaraq yükün vahidini gərginliyin vahidinə böləcəm. 1. Yazıram kulon bölünsün volt. Buna bir F yazacağım və farad oxuyacağım. Deməli, kondensatorun tutumunun vahidi 1 faraddır. İndi lazım olar biz faradı əsas vahidlərini aça da bilərik. Deyərik 1 farad bərabərdir 1 kulon bölünsün volt. Voltun açılışında əvvəlki dərslərdən yadımıza salmalıyıq. U bərabərdir, yadımızdadsa düsturumuz A böl Q idi. Yəni joule böl kulon idi. Buraya yazıram joule böl kulon. Kulon qalxır, yuxarı olur kulon kvadratı. Aşağıda da joule. Və 1 farad bərabərdir 1. Kulon kvadratı olur amper kvadratı saniyə kvadratı. Çünki kulonumuz amper saniyə idi. Joule'u da açıram kiloqram vurulsun. Kiloqram vurulsun. Metr kvadratı böl saniyə kvadratı. Bu saniyə kvadratı yuxarıya qalxır. Olur amper kvadratı saniyə üstü 4 bölünsün kiloqram vurulsun metrin kvadratı. Deməli, bu bizim tutumun əsas vahidlərinin açılışı idi. Yəni 1 faradın əsas vahidlərinin açılışı idi. Təbii ki, əzbərləməyin tərəfdarı deyiləm. Çalışın ki, deməli, çıxarılışını yadda saxlayasınız. Bu isə kulon böl volt isə ümumi açılışıdır bizim faradımız. Belə. Deməli, 1 farad çox böyük rəqəmdir. Yəni, heç vaxt demək olar ki, 90% halda kondensatorun tutumlarının üzərində faradla olan rəqəmlər görünmür. Həmişə həmin rəqəmlər kiçik olur. Yəni, kiçik rəqəmlər olur. Mikrofarad və yaxud da millifarad, nanofarad, pektofarad hətta. İndi pektofaraddan o qədər çox istifadə olunmur. Gəlin başlayaq görək bunlar necə olacaq. İlk olaraq baxıram. Millifarad. Millifarad belə yazılır. 1 kiçik mf və milli 10 üstü mənfi 3 deməkdir. Bu 10 üstü mənfi 3 faraddır. Sonra mikrofarad. Mikrofarad 1 m-k-f şəklində yazılır. Mikro 10 üstü mənfi 6 deməkdir. Sonra nanofarad. Nanofaradımız 1 balaca n və f yazılır. Bu isə 10 üstü mənfi 9 faraddır. Bundan sonra pektofarad da var 10 üstü mənfi 12 farad. Çox istifadə olunmur deyə onu hələ ki saxlayacağım. Deməli, buna diqqətli oluruq. Millifarad az istifadə olunur. Ən çox mikrofaradla nanofaraddan istifadə olunur və çevrilmələr də bu qaydada olmuş olacaq. Yaxşı, keçək indi növbəti məsələyə. Növbəti məsələmiz nədir? Biz deməli C bərabər Q bölü U yazdıq. İndi isə elektrik yükünü tapaq. Görək orada elektrik yükü necə təyin olunacaq. Deməli, kondensatorun elektrik yükünü təyin etmək üçün C bərabərdir Q bölü U düsturundan Q-nü tapmaq lazımdır. Yazıram. Kondensatorun yükü. Burada söhbət gedir verilmiş kondensatordan. Harada biz verilmiş kondensator sözünü görsək, bu o deməkdir ki, kondensatorun tutumu sabitdir. C bərabər konstant. Bax, harada bu verilmiş kondensator sözünü görürüksə, deməli C konstantdır. Kondensatorun özü dəyişmir. Və biz bayaq belə bir düstur yazdıq. C bərabərdir Q bölünsün U. Buradan Q-nü tapanda olur C vurulsun U. Və bu düstura əsasən nə deyə bilərik ki, Q-müz U-dan düz mütənasib asılıdır. Onda deyirsən ki, kondensatorun yükü, Q-sü gərginlikdən U-dan düz mütənasib asılıdır. Все, qurtardıq. Bax, bunu bu qaydada çəkmək olar. Və ya biz bu düsturu biraz fərqli formatda Q-nin yerinə NY yaza bilərik. NY bərabərdir CU da deyərik. Yəni, N burada sayı idi, itirilmiş və ya qəbul olunmuş elektron sayı idi. Y-də elementar yük idi. Bu, ilk bölmədə, ilk mövzuda deyilib. İndi isə kondensatorun tutumu görək hansı kəmiyyətlərdən asılıdır. Aha, indi bax, bu şəkil yenə bizə lazımdır. Gəlin bunu gətirək aşağı. Mütləq artıq bu nələrdən asılıdırsa, o bizə lazımdır.
Baxaq, görək kondensatorun tutumu nələrdən asılıdır. Aha. Qeyd edirik ki, kondensatorun tutumunun asılı olduğu kəmiyyətlər. Belə bir ifadə qabağımıza çıxacaq. S bərabərdir. Epsilon 0 S böl D. Epsilon 0 S böl D. Bax, oxunuş bu formatdadır. Bəzən olur ki, uşaqlar düsturu heç düzgün oxuya bilmirlər. Gəlin düsturun içindəki kəmiyyətlərə baxaq. Baxaq görə bu epsilon nədir? Bundan qabaqki bölməmiz. Epsilonumuz dielektrik nüfuzluğudur. Yaxşı, bəs dielektrik nüfuzluğu nədir? Baxın, dielektrik nüfuzluğu bu sarı ştrixlə göstərdiyim lövhələr arasındakı mühitin epsilonudur. Yəni, lövhələr arasında hansı mühit daxil eləyibsənsə, şüşə, hava və yaxud da digər mühit, məsələn, maye mühiti, hansı mühiti daxil eləyibsənsə, onun epsilonu qədər bizim kondensatorumuzun tutumu dəyişəcək. Yəni, içəridə olan mühit, məsələn, tutaq ki, buraya yazıb epsilon bərabərdir 9. Epsilon bərabərdir 9 olmaq o deməkdir ki, mən bunun tutumunu yazanda S bərabərdir 9 vurulsun epsilon 0 S böl D yazacağım. İndi məsələn, burada dielektrik tutumu 9 olan bir mühiti buradan çıxarsam, yəni buradan kənarlaşdırsam, onda nə olacaq? Bu 9 yoxa çıxacaq deyə tutum 9 dəfə azalmış olacaq. Yəni, kondensatorun lövhələrinin arasında mühit daxil olunanda, bax, bura mühit daxil olunanda tutum artır. Mühitin epsilonu qədər artır. O mühiti buradan kənara çıxaranda tutum azalır. Nə qədər azalır? Mühitin epsilonu qədər azalır. Vəsə, bu belə. İndi isə baxaq digər məsələyə. Digər məsələmiz nədir? Buradakı epsilon 0. Epsilon 0 sabit bir ədəddir. Bu elektrik sabitidir. Bunun haqqında danışmayacağım. Birinci bölmədə danışmışam. Sonra gəldik S-ə. Bax, bu S məsələsində çox diqqətli oluruq. Baxın. Lövhələrin birinin sahəsi. Yəni, hər ikisini götürmürsən. Hər hansı birini götürürsən. Birinin sahəsi. Burada həm də bir məsələ də var. Bir-birinin üstünü örtmək məsələsi var. Bir dənə kondensator çəkəcəm bura. Baxın, məsələn, bu olsun mənim bir kondensatorum. Digər də olsun biraz balaca kondensatorum. Belə. Bunu buradan məftillə bağladım. Bunu da buradan məftillə bağladım. Burada kondensatorun sahəsi, düsturun içindəki S deyəndə, baxın, bu iki dənə lövhənin bir-birini örtən hissəsini götürəcəksən sən. Yəni, bu hissəni götürəcəksən. Sahə olaraq götürüldükdə, təkrar yenə deyirəm, bir-birinin üstünü örtən hissə götürülür və cəmi bir dənəsini götürürsən. Məsələn, bu da S-dir, bu da S-dir. Yəni, bu yuxarı hissənin artıq məsələmizə heç bir dəxlisi yoxdur. Düzdür, bu cür şəkil tipi dimdə qabağımıza çıxmayacaq. Yəni, bizim qabağımıza çıxan testlərin hamısında ölçülər eyni olacaq. Əgər ölçü müxtəlifdirsə, mütləq bir-birinin üstünü örtən hissələrə baxmaq lazımdır və cəmi bir dənəsinin sahəsini götürmək lazımdır. Məsələn, sənə deyir ki, lövhələrdən hər birinin sahəsini 2 dəfə artırsan. Bax, hər iki lövhənin sahəsini 2 dəfə artırsan, tutum necə dəyişər? Deyirsən ki, hər ikisinin sahəsini artırırsansa, yekun bir-birini örtən sahə 2 dəfə artmış olur. Onda tutum da 2 dəfə artmış olacaq. Orada durub 4 dəfə artım məsələsini götürmək olmaz. Yəni, məsələn, bu şəkildə gördüyümüz kimi, mən tutaq ki, bir dənəsinin sahəsini artırdım. Məsələn, buranın sahəsi, ümumi sahəsi oldu 2S. Bu məsələyə heç bir dəxlisi yoxdur. Onsuz da tutumun artmağı üçün avtomatik hər ikisinin sahəsini artırmalısan. Hər ikisinin sahəsi 2 dəfə artdıqdan sonra yekun tutumda bir lövhənin sahəsi mövcud olduğuna görə yekun tutumun 2 dəfə artmış olacaq. 4 dəfə yox, 2 dəfə. Vəsə, bu da belə. Qutardıq bu ilə ki, məsələni də keçirik növbəti məsələmizə. Görək, o biri kəmiyyətimiz nədir? Bir də burada var D. Yaxşı, bu D nədir? D lövhələr
Lövhələr arası məsafədir. Məsafə. Vəssalam. Lövhələr arası məsafə isə buradır. Bir lövhədən digər lövhəyə qədər olan hissə. Bura. Bu məsafə olduğuna görə bunun haqqında çox danışmağa dəyməz. Və elektrik sahəsinin içərisində gördüyümüz kimi müsbət yük və mənfi yük söhbəti var deyə mütləq elektrik sahəsinin intensivliyi olmalıdır. Gəlin intensivliyi də fərqli formatda göstərək. Müsbətdən mənfiyə doğru daxildə müəyyən bir elektrik sahəsinin intensivliyi var. Biz bilirik ki, intensivlik xətləri hər zaman müsbətdən mənfiyə yönəlir. Və gördüyümüz kimi qiymət və istiqamətcə eyni olduğuna görə bu sahəmiz bir cins sahədir. Biz bunu demişdik ki, qiymət və istiqamətcə eynidirlərsə bu sahə bir cins olur. Burada məsələn intensivliyin özünü hətta tapmaq istəsəz Y bərabərdir məsələn U böl D ilə hesablaya bilərsiniz və yaxud da digər bir formatda. Bu bundan qabaqki mövzuya aid bir şeydir. Bu ilə ki belə. Deməli bizim tutumumuz epsilon 0 S böl D-dən asılı olan bir şeydir. Gəlin asıllıq qrafiklərini çəkək. O ilə də məsələmiz yekunlaşsın. Asıllıq qrafiklərinə gəldikdə sözlə hər birini dedik onsuz da. Dedik ki bizim tutumumuz içəridə olan dielektrik nüfuzluğundan və bir vərəqin sahəsindən düzüm tənasib asılıdır. Sonra bizim tutumumuz S-miz kondensatorun vərəqləri və ya köynəkləri arasındakı məsafədən isə tərs mütənasib asılıdır. Deməli bu göstərilən S sahəsinə malik olan bu hissələr, yəni bu hissə, bir də bu hissəyə biz kondensatorun vərəqləri, köynəkləri, lövhələri, yəni müxtəlif adlar ola bilər. Belə, gördüyümüz kimi tutumumuzun asılı olduğu kəmiyyətlər epsilon 0 S böl D oldu və yuxarıda bir şeyə diqqət elədik ki, tutumumuz nə Q-dən, nə də U-dan asılı deyil. Yalnız aşağıda gördüyümüz epsilon 0 S böl D-dən asılıdır. Qurtardıq. Belə, indi baxaq görək bu lövhələr arasında hava olduqda nə olur? Əgər kondensatorun lövhələrin arasında hava varsa, onda buna deyirik müstəvi hava kondensatoru. Bax, yazıram bura. Müstəvi hava kondensatoru. Müstəvi hava kondensatorunda hava üçün epsilon bərabərdir 1 olduğu üçün bunu indeksinə S0 deyə işarə edirik. S0 bərabərdir epsilon 0 S böl D. Niyə belə yazdıq? Çünki epsilon 1-ə gedir. Yuxarıdakı düsturda epsilon yazmırıq. Bu belə. Bu ilə ki, qurtardıq. Bu müstəvi hava kondensatorunun tutumu. Yaxşı, bəs bu iki verilənə əsasən, yəni mən mühit olanda da S-ni bildim, hava olanda da S-ni bildim. Onda mən dielektrik nüfuzluğunu necə təyin edə bilərəm? Yazıram burada. Dielektrik nüfuzluğu. Dielektrik nüfuzluğu. Buradakı fikir verin, bu epsilonu tapmaq üçün mən nəyi nəyə? Yəni S-ni S0-a bölməliyəm ki, buradakı epsilonu tapa bilim. Onda yazıram ki, epsilon bərabərdir S bölünsün S0. Başqa sözlə S bərabərdir epsilon S0. Yəni, dielektrik nüfuzluğunu lövhələr arasında daxil eləyən kimi elə epsilon dəfə tutumum artır. Bu ilə də mənim tutum başlığım yekunlaşdı. Nəzəriyyədə 8-ci səhifəni öyrənəcəksiniz. 8-ci səhifənin nəzəriyyəsini yekunlaşdırdıq. Gəlin indi baxaq görək bəs buna uyğun testlərimiz necə olacaq. Baxırıq. Birinci testimiz deyir ki, epsilon 0 S böl D nədir? Təbii ki, bu elektrik tutumudur. Üçüncü testimiz elektrik tutumu hansı vahidlə ifadə olunur? Biz buna bir farad dedik. 5. Deyir, yükləri toplamaq üçün hansı cihaz istifadə olunur? Təbii ki, kondensator istifadə olunur. 7. SD bölünsün epsilon 0 S nədir? Gəlin S-ni açaq. Yazıram S-nin yerinə epsilon 0 S böl D. Vurulsun D. Bölünsün epsilon 0 S. Bu D ilə bu D ixtisar gedir. Epsilon 0 S böl epsilon 0 S və bir dənə epsilon qalır. Bu epsilon nə idi? Təbii ki, dielektrik nüfuzluğu. Keçdik növbəti məsələmizə. 9. Kondensatorun lövhələri arasından dielektrik nüfuzluğu 7 olan dielektrik götürülərsə,
Kondensatorun tutumu necə dəyişir? Əvvəlki halda C bərabərdir epsilon epsilon 0 S böl D-yə görə epsilonun yerinə 7 yazıram. 7 epsilon 0 S böl D. Sonraki halda isə götürürəmsə təkcə qalır epsilon 0 S böl D. Rəqəmlərin müqayisəsindən görürsən ki, verilən kəmiyyətlərin 7 dəfə azalma olur. 11. Hansı deyir elektrik yükünü toplamaq üçün istifadə olunur? Təbii ki, kondensator. Kulon bölünsün volt nədir? Kulonun yerinə yazıram Q, voltun yerinə yazıram U. Q bölü S idi, yəni elektrik tutumu idi. Sxemdə kondensatorun şərti işarəsi hansı ifadədir? Bax, burada 1 və 3 qarışdırılır. Bu, biri balaca, biri uzun olanda bu cərəyan mənbəyidir. Cərəyan mənbəyi. Uzun tərəf müsbət, qısa tərəf mənfi. Amma uzunluqlar eynidirsə, bu kondensatordur. Ona görə də doğru cavabın 3 olacaq. 17. Bax, 17 və 18-ə çox-çox diqqət edirik. Bəzən yazır ki, C bərabərdir Q böl U yazır və deyir ki, doğru cavabım C variantıdır. Təbii ki, yanlışdır. Çünki kondensatorun tutumu nə Q-dən, nə U-dan asılı deyil. Yalnız epsilon epsilon 0 S böl D-dən asılıdır. 19. Kondensatorun deyir elektrik tutumunu hesablayın. Verilənlərə əsasən biz nə deyə bilərik? Biz bilirik ki, C bərabərdir Q bölünsün U-dur və Q-nu U-ya böləsiyik. Q-nu U-ya verilən rəqəmlərlə bölməklə cavabımızı alırıq. Q-nun qiyməti, bax, bura biraz diqqətli olmaq lazımdır. Bura 10 üstü mənfi 6 yazıb. Yəni, məsələn, Q-ya 12 götürsəm, yazacağım 12 vur 10 üstü mənfi 6. Bölünsün 12-yə uyğun gərginlik 6. Bu deyir 2 vur 10 üstü mənfi 6 farad. Bayaq qeyd elədim, bu 2 mikrofaraddır. Yəni 10 üstü mənfi 6 mikroydu. Bu qədər. 21. Kondensatorun elektrik tutumunun onun lövhələri arasındakı məsafədən asılı qrafiki. Biz belə yazdıq. C bərabərdir epsilon epsilon 0 S böl D. Gördüyümüz kimi D-dən asılılığımız tərs mütənasib. 23. Kondensatorun lövhələri arasındakı gərginliyi 3 dəfə azaltdıqda onun elektrik tutumu necə dəyişər? Əslində biz düsturu C bərabər Q bölü U şəklində yaza bilərik. Amma nə Q-dən, nə U-dan heç bir asıllığımız yoxdur. Ona görə də dəyişməyəcək. Vəssalam. 25. Kondensatorun digər köynəyinin yükü nədir? Bayaq bunu dəfələrlə qayda dedim ki, biri mənfidirsə, o birisi müsbətdir. Səbəb elektrostatik induksiya hadisəsidir. Yəni, toxunma olmadan məsafədən elektrik yüklərinin yenidən paylanması. 27. Lövhələr arasındakı məsafəni 2 dəfə artırdıqda elektrik tutumu necə dəyişər? Sahəyə də sabit verib. C bərabərdir epsilon epsilon 0 S böl D deyirsiniz. Məsafəni 2 dəfə artırıramsa, avtomatik C 2 dəfə azalır. 2 dəfə azalar D variantı doğrudur. 29. Müstəvi kondensatorun lövhələrindən birinin sahəsini, hər birinin sahəsini 2 dəfə azaltdıqda onun elektrik tutumu necə dəyişir? Baxın, bayaq mən bunun üzərində bir xeyli dayandım. Epsilon epsilon 0 S böl D. Bəzən belə düşünürlər. Deyirlər, hər birinin sahəsinin 2 dəfə azalmağı ilə mən bura yazaram. Məsələn, 2 dəfə biri azaldı, 2 dəfə o birisi azaldı, 4 dəfə azaldı. Onda C də 4 dəfə azalar. Gördüyünüz kimi cavablarda da var həmin variant. Amma təkrarlamıram. Bayaq üzərində dayandım ki, hər birinin 2 dəfə azalmağı elə bir dənəsinin azalmağı ilə eyni şeydir. Onda cavabın C variantı olmuş olacaq. 31. Deyir ki, kondensatorun gərginliyi U olanda yük Q-dürsə, gərginlik 2 U olduqda yük nədir? Baxın, bura yazılıb verilmiş kondensator. Mən bayaq bunun üzərində dayandım. Verilmiş kondensator sözünü görən kimi bunu yazmaq lazımdır. C bərabər konstant. Sonra Q-nu tapanda Q bərabərdir CU olur. Görürsən ki, Q U-dan düz asılıdır. Deməli, yük Q olanda gərginlik U-dursa, gərginlik 2 olanda yükdə 2Q qədər olacaq. Vəssalam, cavabın A variantı doğrudur. Müstəvi kondensatorun elektrik tutumunu necə artırmaq olar?
İlk olaraq bir şey deyək ki, S bərabərdir Q böl U düsturundan düşünərək gedirsənsə, bu yanlışdır. Yəni, yük və U S-ni dəyişdirə bilməz. A yanlışdır. Gərginlik, bu yanlışdır. Digər məsələlərə baxasıyıq. Dəyişmək üçün yalnız bunlara baxmalısan. Epsilon, epsilon 0, S böl D. Artırmaq deyirsə, mən dielektrik daxil eləsəm, bu epsilon dəfə artacaq. Dielektrik çıxardıqda. Çıxardıqda isə azalacaq. Bu getdi. Lövhələr arasındakı boşluğa dielektriki daxil etməklə düz asılı olduğuna görə avtomatik deməli bizim C variantımız doğrudur. Y-ni də yoxlayaq. Kondensatorun lövhələr arasındakı məsafəni artırmaq. Bu D-ni artırsam əgər avtomatik C azalacaq. Buna görə bu da doğru deyil. 35. 12 volt gərginlikdə elektrik tutumu 1 mikrofarad. Verilənləri yazırıq ki, U bərabərdir 12. Sonra S bərabərdir 1 mikrofarad. Bunu mütləq çevirmək lazımdır. 10 üstü mənfi 6 farad deyirik. Elementar yük Y bərabərdir 1,6 10 üstü mənfi 19-dur. Bizdən də soruşur ki, nə qədərdir artıq elektron sayı? Biz bayaq dedik ki, Q bərabərdir SU-dur. Hətta Q-nun yerinə NY yaza bilərəm. Və buradan N-i taparam olar SU bölünsün Y. S-nin qiymətini, yəni 10 üstü mənfi 6-nı yazdıq. U-nun yerinə 12 yazdıq. Y-nin də yerinə 1,6 10 üstü mənfi 19-umuzu yazdıq. Bundan sonra artıq yavaş-yavaş riyaziyyatını həll edirik. Bu 10 üstü, məsələn 12 ilə 1,6-nı ixtisar edirəm. 4-ə ixtisar edə bilərəm. Burada 3 qalar. Burada da qalar 0,4. 10 üstü mənfi 19-dan 10 üstü mənfi 6-dan ataram. Burada qalar 10 üstü mənfi 13. Və buradan görürəm ki, deməli, yuxarıda qaldı 1, 1 yox 3, aşağıda qaldı 0,4 vur 10 üstü mənfi 13. Bərabərdir. 0,4-ü yazıram 4 vur 10 üstü mənfi 14 şəklində. Bunun 0,1-ni atdım o birisinin üstünə. Aşağıdakı mənfi 14 yuxarı müsbət kimi keçir. 3 vur 10 üstü 14 bölünsün 4. 3-ü böləcəm 14-ə eləyir. 14 nə idi? 4-ə eləyir 0,75. Vurulsun 10 üstü 14. Görürsünüz, cavablar 13 ilə verilib. 7,5 vur 10 üstü 13. Cavab B variantı. Yəni, burada əsas məqsədimiz bunu yazmaqdır. Geri qalanı riyaziyyatdır. Yəni, istənilən formatda eləyə bilərsiniz. Belə, sonra növbəti məsələyə baxırıq. 37. Yenə eyni şeydir, bunun üzərində dayanmayacağım. Yəni, yenə yazırsınız Q bərabərdir SU. Yəni, NY bərabərdir SU. Buradan da N-i axtarırsınız. Qalan sizin riyaziyyatınızdır. 39. Hansı ifadələr doğrudur? Deyir, müstəvi kondensatorun elektrik tutumu lövhələr arasındakı dielektrik nüfuzluğundan asılıdır. Əlbəttə ki, çünki bu asılı olan kəmiyyətlərin olan düsturuydu. Bir düzdür. İlk olaraq bir şeyə baxaq, doğruları axtarırıq. Lövhələr arasındakı məsafədən asılıdır. Bəli, tərs asılıdır. Kondensatorun yükündən bu düsturdakı heç nədən asılılıq yoxdur. Ona görə yükdən asılı deyil. Cavabım 1-2 doğrudur. 41. Verilmiş kondensator sözü yazılıb. Biz deyirik ki, bu sözü görən kimi S bərabər konstant deyə bilərik. Yükü 3 dəfə azaltdıqda. Belə yazırıq. Q2 bərabərdir. Q1 bölünsün 3-dür. O nə idi? 3. Gərginlik 200 volt azalıb. Yəni deyir ki, U2 bərabərdir. U1 çıx 200-dür. Biz də bilirik ki, Q bərabərdir SU-dursa, QU-dan düz asılıdır. Onda yazıram Q2-nin Q1-ə bərabərdir U2-nin U1-ə nisbət. Q2-nin yerinə Q1 bölü 3 yazacağım. Q1 bölü 3 böl Q1 bərabərdir. U2-nin yerinə yazacağım U1 çıx 200 böl U1. Q1-lə ixtisar edirəm. Alıram 3-də 1 bərabərdir. U1 çıx 200 böl U1. Sonra çarpaz vururam. U1 bərabərdir. Yəni bunu bura. 3 U1 çıx 600. Deməli 600-ü bu tərəfə plusla keçirirəm. U1-i bu tərəfə minusla. Olur 2 dənə U1 bərabərdir 600. U1 də bərabərdir 300. Deməli əvvəlki gərginlik 300 volt olur.
Bu qədər uşaqlar, yekunlaşdı bölməmiz.